Cemaat danışığınıza mani olmuram ki. Merdim azarım, ey qalmaram valla. Bir lətifə danışım. Günlərin bir günü ay cemaat. Ey Babək Köroğlu nəsli. Günlərin bir günü bir nəfər bizim o Qusar Dərməz zonasından, bizim İgid Mərd qardaşlarımız, bir ləzgi qardaşımızı mühakimə edirlər. Müttəhim qalx ayağa, hakim deyir, sən filan kəsi niyə öldürmürsən? Deyir, can hakim, mənim cana sənə qurban hakim. O yaman çox danışırdı. Deyir, ey axmaq, axmaq. Ay əclab, ay alçaq. Söz üstündə adamı öldürərlər, öldürər qeyri-at, namus üstündə, nə üstündə, oğurlu, uzat, min cür işlər var. Sən adi sözlə adam öldürmürsən, sən belə tikələnməlisən, asılmazsın. Mən tapa bilmərəm, mən sənə nə eləmək lazımdır? Ləzi qardaşım qardidir, yoldaş hakim, valla sən də çox danışırsan ha. İndi valla mən də çox danışmaq istəmirəm, düşməz olar. Bir lətifəsi danışam, başınızı ağrıtmayam. Cemaat. Hə, mən deyəsən başıma hava gəlir, bir dəfə deyəsən 5 dəfə cavab verir. Onu alın. Camaşır müəllim, sən can onu yiyim mən. Olar. Rəhməm, siz əyləşin, mən gərginləşirəm. Camaşır, sən də arxada durma. Video çəkən qalaq bir də. Video çəkəndə can qurban, bizim oğlandır. Şəkdə bir Fərux dayı olub, Allah rəhmət eləsin. Çox baməzə adam olub. Son zamanlar cavanlar oturub dururmuş. Lütfü müəllim kimi. Bir gündə cavanların yemək-içmək məclisində bir dənə cavan başlayır buna yavaş-yavaş sataşmağa. Deyir, Fərux dayı, bu nətər olur? Manənən danışıbdı ki, 41-ci ilə bizim kişilərdən 15 nəfər getmişdi o. Qaydanda sən tək qayıtmısan, bu cəmaatı hara azdırdın? Fərux da hiss edir ki, buna sadaşır, deyir, abla, sana deyəcəyəm mən, bir 100 atır. Deyir, abla, soruşan kim idi, abi, deyir mən. Deyir, abla, sən qaymaqsan, o, yiyim qulaq. Deyir, bala, 41-ci il idi, müharibə dövrüydü, elə indiki kimi nə qaz var idi, nə işıq, Padmaskoy soyuqdan qırılırdı. Sən demə, ciyəri yanmış ciddi, o da ora gələtdi. Fotoydan durbinlə bizə baxırmış. Ay aman, həblə durbinlə baxa gələndə birdən gözümü asa taşır. Yanındakım dürbüşük deyir ki, acimlər, ciyərin yanmasın, acimlər, mən yıxılmazdım, mən o bığlı olan yıxıcıyım, uzun burun. O girən olur oradan, üstündən yarım saat keçməyə biz hücuma keçdik. Ay aman, ay aman, indi ceruq, nə ceruq ha, elə ceruq. Mən də qabaqda ceyirəm, ömürdə nemək zat görməmişəm, siftəmdir. Bilmək istəyirəm, ha bu neməsi nə rəhdi olur? Neməsi görmək olar, çox namərd millətdir, tolerantan zamanı bir şey görmək olmur. Xeyli getmişdi, Hörmez'e gördüm Nemesler bir Nemes'inde Fatih'e verdiler. Avtomatı bilet döndürdüler, bize sarıp başladılar. Atma dedim, ha çok o uşağı, rahatırsa ol, cəmaatın göz baş çıxar. Qanmazı şəklərlə başlayayım mən, atırlar. Gördüm durmağın yerində ölü. Həbilə, geriyə dönəndə gördüm sən ölməyəsən, məndən sabah adam qalmayıb da. Pramo gelir sayızma düşür. Amma dedim elə tezdir. Dabanla qaldı, nə tər gedirəm indi geriyə, bizimkiləri çatamıram. Deyirəm, nənən ölsün, ay demək istiyor. Havlarım, mən çatamıram, sən arada çatacaqsən? Xeyli getmişdik, gördüm Nemes'in nəfəsi peysərimə dəyir. Mən də uşaqlıqdan nəfəsdən qıdığım gəl. Tez seçdim ki, bu Nemes'i öldürdü. Apardın soyundurdu, qəşəkdə oğlan idi. Paltarım giydim əynimə, cümdüm bizimkilərin üstünə.
Elə bilməyin ki, satqına, müharibənin axırını görmək istəyirdim, ha bu iş nə ilə qutaracaq? Xeyli getmişik, Stalin adı gəldi. Bizimkilər döndülər, dedim, sən ortada qalan mən olacağım. Keçdim, Razdivalkıya. Əyilmi dəyişim, təzdən cümdüm, nə məstərmişsin? Abi, nə məstər? Oyun oynayırlar, hə. Getmiş onun yerində, qayıtdılar. Mənim qorxum yox idi, gələ keçdim Razdivalkıya. Soyunub giyinəndə, ay Allah, ay aman, bir nemet zabit içirdi, ay Yaşar müəllim, hündür boyla, ağzında da Kazbek sigareti. Özdə bana qayıtdı ki, Aferov dayı. Gördü başım qarışıqdı, bir də qışqırdı, Fəruf dayı. Gördü, baxmıram, həblə dümzüklədi, dedi, Fəruf dayı, adam kişi olar ha. Ha bu nədə? Səhərdən burada geyinirsən, soyunursan, geyinirsən, aqaqaş, sən həblə eləmə, valla Fəruf dayı, mən çaşıram. Mən bir daha minnətlərim, mən bütün aktyorlara baş əyirəm. Ağsaqqallarımıza, qara saqqallarımıza, çünki bu tayfa həmişə demişəm, ay cəmaat, 7 milyonun 70 dənə bir, 100 dənə aktyoru var. Bu hükümət, bu millət bunlara yola verməlidir, vallahi billahi, siz də yola verməlisiniz, nə barədə? Çünki bularsız bizim bir günümüz olmasın, bunlar olmasa heç nə olmaz, nə günəş çıxar. Amma xoruz banlayar.